Salam hər kəsə, bayramınız mübarək. Bugün 8 Martdır. Bütün xanımların bayramını təbrik eləyirəm. Bugün biz dostlarımızla birlikdə axşam yeməyinə gedəcəyik. Salih bizə belə bir sürpriz eləyib, hara getdirəcəyimizi deməyiblər. Amma qəşəng yer olduğunu deyib. Ona görə indi outfit seçirəm. İstədim sizlə birlikdə hazırlaşaq. 3 outfit fikirləşmişəm. Düzü bilmirəm hansını geyinəcəm. Gəlin sizə də göstərim. İstəyirəm bir geyinim baxım və qərar verək. Baxın, bura belə yerləşdirmişəm. Birinci outfitimiz budur. Belə bir transparan bluz, kəmər və plüsrovka ətək. Burada çox da bir şey oxşamır. Amma yenə də daha sonra belə bir pistaço rəngində bluzdur və çox maraqlı bir şalvardır. Hatırlayırsınızsa göstərmişdim bunu alış-verişdə. Üçüncüsü isə belə bir bluzdur. Bu daha çox jaket formalıdır və belə bir ətəkdir. Bunu da yeni almışam. Bu ikisi daha rənglidir. Bu isə belə deyim qaradır, lakin bunu uzun çəkmələrlə geyməyi planlayıram. Belə, geyinək baxaq. Birinci başlayacağım bu tərəfdən, sağ tərəfdən bu bordo rəngindəki jaket və ətəklə. Görək necə alınır. Altına isə yeni aldığım plan birdən olan çəkmələr geyinməyi düşünürəm. Botları daha doğrusu. Geyinim gəlim, birlikdə baxaq. Birinci lookumuz belədir. Ətəyim. Bu rəng kombinasiyasını çox bəyənirəm. Biraz aşağı beldi deyə bu formada qalır. Bunu biraz açmaq olar, amma sadəcə ikimiz olmayacaq deyə məncə belə kifayətdir. Əslində rəngini falan çox bəyənirəm. Amma qərarsızam. Təbii ki, hələ makyaj falan heç nə yoxdur. Onu daha sonra qərar verdikdən sonra eləyəcəm. Belə. Bunu bəyəndim əslində, həm də rahatdır. İndi keçək ikinci şalvar və digər bluz olan kombinə. Bir də belə yoxladım. Əslində bunu da çox bəyəndim. Rəng keçidləri falan çox uyğundur. Üzərində yaşıllar var. Heç bunun fərqinə varmamışdım. Buradan da belə tatım görsənir. Sadəcə havadan əmin deyiləm. Əslində 14 dərəcədir. Ola bilər ki, üşüyə bilərəm. Amma ümumi mən bunu mütləq geyinərəm. Yəqin ki, çox bəyəndim. Bunu da göstərmək istədim. İndi digər şalvarı geyinəcəm, ona baxaq. Bu üçüncü kombindir. Bayaq dediyim şalvar. Bu da çox qəşəngdir. Çox rahatdır. Çox bəyənirəm bu şalvarı və hələ ki heç geyinməmişəm. Nə bunun, nə də digər kombini. Bunu da çox bəyənirəm. Belə də geyə bilərəm. Birdən gedim güzgüyə də baxım, fikir yaransın və sonuncu kombinə keçək. Ondan sonra yəqin ki, qərar verəcəm. Geyindim, gəldiyim, amma bu heç düşündüyüm kimi olmadı. Bunu bəyənmədim. Bilmirəm, nəsə o deyil. Çox belə rockçu sərpil stili oldu. Bunu məncə harası belə klabinqa filan biraz dəyişiklik edərək gedə bilərəm. Məsələn, altdakını dəyişərək ya da üstdə başqa bir şey geyərək. Bunu heç bəyənmədim. O deyil. Bu hissəsi qəşəngdir, uzun çəkmələrlə filan, amma üst hissəsini bəyənmədim. İndi bir dənə fikirləşim, görüm o ikisi arasından hansını geyinəcəm. Sonra da sizə göstərərəm. Belə sizdən çox hansını bəyəndiniz, rəylərdə qeyd etməyi unutmayın. Fikirlərinizi gözləyəcəm. Hələlik. Mən hazırlaşdım, gəldim dostlar. Bunları geyinməyə qərarına gəldim. Həm çox, belə deyim, soyuq olmaz, həm də daha rahat hiss edirəm özümü. Üzüklərimi taxdım. Daha sonra bunlar aksesuarlarımdır. Belə taxmışam, makyajımı elədim. Çoxdan da liner çəkmirdim. Bu çantamı götürəcəm və qara dəri uzun plaşım var. Onu geyinəcəm. Asistan olan çəkmələrim var. Onları geyinəcəm ayağıma. Bir də ki, yanıma dodaq boyası olaraq bunu götürmüşəm. Lancôme'dan olan. Belə bir rəngi var. Çox gözəldir. Belə. Necədir, bəyəndiniz? Mən çox bəyəndim. Ümumiyyətlə, bu rəngi çox sevirəm, ıslıq yaşılı. Özümü yaxşı hiss edirəm, həm də bayram olduğu üçün daha belə rəngli geyinmək istəyirdim. Fikirlərinizi gözləyirəm. İndi birazdan çıxacaq. Bilmirəm hara gedəcəyik. Oradan da görüntülər çəkəcəm. Kameramı özümlə götürürəm. Hələlik. Baxın, Salih'e aldığım trench coat. Çox qəşəngdir, hə? Biz çıxdıq, gedirik. Saçlarım da bugün qəşəngdir. Hoşuma gəlir. Altdan belə bir pencək giyindim. Hər ehtimal. Mikrofonsuz danışıram. Ünlülüm, eşidilər.
çatmışıq. Çox maraqlı yerdir. Bina özü çox qəşəngdir. Səmra gil gözləyirik. Əslində tez çatmışıq. İçərisinə girə-girə içərisini necədir. Çöldən çox gözəl görsənir. Bu necə köhnə binadır, hə? Ki safasyon belə qəribə binadır. Nə bilməliyəm. Baxın belə çöl kilsəyə oxşur qəribə. Çox qəşəng binadır yəni. Maraqlıdır. Black garlic fries with 4 dips. We have yogurt with dates, chili with ginger, yuzu. Tek bir şey Bir de adam sahile göre geldi. Sahile de çevir. Bu sashimi oluşuyor. Bazar kimi də qəşəngdir, ət zaten istəyir bir yerə satılır, amma əsas dönüşü. Ana çok güzel yemek. Maşa düştü sen söz Havası çok yakın Portekiz de oradan geliyor. Ana kerem dolması suyu. Başka ne dedi? Ana buradan sen Çok iyi ben. sen atacağım. Çok iyi YouTube'da ben. meşhur ol. Çok iyi ben. Bu defa gelende mamam pişirer çok iyisin. Steakler muhteşem. Version with miso butter. Then potato mushroom tart. Bu da əsas deyil. Dedi ki, 3 dənə əsas diş var. 1, 2, 3, düzdür. Ya bunu dedi, ya bunu başa düşmədim. The next day. Salam. Hello hamıya. Bugün birinci gündür. Dünən çox gözəl dinnerə getmişdik şam yeməyinə. Çəkmişəm, paylaşmışam oradan da görüntülər. Sonuna qədər Salih demədi hara gedəcəyik. Çox gözəl məkan idi. İnanılmaz. Bəlkə də Berlində getdiyimiz ən gözəl restoran idi. Ümumiyyətlə atmosferi çox gözəl idi. Yeməkləri çox dadlı idi. Çox əyləndik. İndi birazdan dərs. Tez durmuşam. Deyəsən sizə bu limon və yağ şat hazırlayıram. Onu çəkməmişəm. Düşündüm ki, onu çəkərəm. Bu arada burada belə güllərim var. Bunu dünən dostlarımız hədiyyə elədim. Çox gözəldir. Çırpanları çox sevirəm. Aha. Mochi tullandı. Mochi. Lima gülüm eşitdin. İndi həmin şotu düzəldəcəm. Sizə də göstərərəm.
Mochi. Olmaz yemək, değil mi? Olmaz. Bir şeydə olmaz. Mochi'nin birazdan yemək vaxtıdır, saat 9-da yemək verir. Ona görə acıdı. Bu arada saçlarımın rəngi açılıb. Xeyli açılıb. Bilmirəm bu artıq ikinci yumadan idi, yoxsa bu ikinci Fredin mayonezin təsiri idi. Düzdür, mayonezdə belə bir parlaqlıq effekti mən görmədim. Bəlkə də mən saçımı düzləşdirmirəm, ona görə istərsəm saçı düzləşdirəndə saçda parlaqlıq yaranır. Məndə də elə idi, düzləşdirəndə elə olurdu. Buruq saçlarda çox nadir olur. Çox güman ki, saçın öz belə deyim materialı elə olmalıdır. Məndə çox da belə parlaq saçlar deyil, amma rəngi axdı. Bu rəngi çox bəyəndim. Heç bilmirəm orada nə edir. Nəysə, keçək limon, zeytun yağı və kətan toxumu yağı. Ona öl deyilir burada. Mən kətan toxumu yağı da əlavə edirəm. Və artıq bir aydan çoxdur, 5 həftə olacaq ki, mən onu eləyirəm. Effektləri dərimdə görmüşəm. Əslində dərimdə səpkilər azaldı. Bir ara çox mənasız səpkilər var idi bu hissələrimdə. Sonra burnumun üstü quruyurdu. Yəni belə soyulurdu qabıq. Məncə yağ içdim deyə o getdi. Yəni effektləri bunlardır. Bir də ümumi belə özümü yaxşı hiss edirəm onu edəndə. Gün ərzində gümrah oluram. Yəqin ki, immunitetə falan da təsiri var. Çünki limon var tərkibində. Sonra kətan toxumu yağı omega oil-la bərabər bir şeydir. Belə, indi keçək hazırlaşmağa. Daha doğrusu, indi keçək limon şatı hazırlamağa. Mochi söz verib ki, çəkilməyəcək. Düzü limonu çox da sevmir. Mən arada bu qədər limon sıxıram. Sonra zeytun yağı əlavə edəcəm. Və kətan toxumu yağı. Mochi. Sonda isə bu qədər limon suyu alınıb. Belə. Belə, axır ki, sizin üçün də çəkdim. Əslində short çəkmişdim. YouTube-dan shortlar bölümünə keçib baxa bilərsiniz. Orada ilk başlayanda davamlı 8 gün çəkib short düzəltmişdim. Sizinlə də bölüşdüm. Məncə bu arada fikirləriniz nələrdir? Edəniniz varmı? Nə vaxt etmisinizmi? Sizə deyim ki, zeytun yağında da absolutun gəlmir. Yəni, bilmirəm, buradakı zeytun yağlarından o iyi gəlmir. Heç nə hiss eləmirsiniz. Şirin, belə çox yüngül dad gəlir. Çox, yəni, yaxşıdır sizə deyim. Ona görə də heç ürəyimdə bulandırmır, heç bir şey. Çox qəşəng içirəm acı qarnına. Belə, indi gedim özümə kofe hazırlayım. Bu arada dostlar, dünən həm də bizim nişan il dönümümüz idi ki, 2024-də 8 martda nişanımız olmuşdu. Düzü ikimizin də yadından çıxmışdı. Dünən axşam qaydanda yadıma düşdü ki, bugün 8 martda həm də bizim nişanımız olmuşdu. Nəysə, çox gözəl keçmişdi nişanımızda. Bu arada sizə hədiyyələrdən danışmadım. Salih mənə çox gözəl 2 dənə hədiyyə eləyib. Biri bu kupondur. Burada bizim evimizin yaxınlığında bir dənə masaj yeri var. Oradan mənə kupon veribdi. Hədiyyə kuponu. Çoxdan ora getmək istəyirdi əslində. Çox gözəl görsənir, maraqlı yerdir. Mənə oradan hədiyyə verib. İndi mən gedəcəm bu həftə. Görüm hansı gün alınsa. Çox güman ki 4-cü gün gedə bilərəm. Baxaram. Bu həftə mütləq ora gedəcəm. Çox sevirəm masaj falan. Bir də mənə alış-veriş üçün hədiyyə kartı verib. Təbii ki, meyvə alış-veriş. Düzü bu qədər gözləmirdim. Çox sağ olsun. Səhər də mənə çox gözəl benedik bişirmişdi dünən. Çəkmişəm onu da. Onu deyəsən telefona çəkmişəm. Yəqin ki paylaşmışam artıq və yemək də çox gözəl idi. Çox gözəl təşkil eləmişdilər. Çox gözəl bir gün idi. Belə sizinlə də bölüşmək istədim. İndi kofem hazır olsun. Gedib kofemi düzəldəcəm. Bu görüntü elə xoşuma gəlir. Yaşıllıq. Baxın. Çox gözəldir. Yəni yaşıllıq həqiqətən bu qədər fərq edərmiş. Bir də sizə nəyi göstərim? Özümə də belə boz rəngdən nazik şəflərdən toxuyuram. Bir səsi artıq belə deyim tamamlanıb. Baxın, parça deyirəm. Sap özü boz olsa da içində belə qəhvəyi
nələrsə var, xoşuma gəldi. Bunu özümə toxuyuram. Belə bir şeyim əslində yox idi ona görə. Dünən Səmraya da toxuduğum şərfi verdim, çox bəyəndi. Bunu toxuyacağam. Daha sonra Asuya qardaşım qızına da bir dənə belə kofta toxumaq istəyirəm. Özümə toxuduğum kimi. Çox belə qəşəng saf almışam, rəngli. Belə keksə oxşuyur, hər rəng var. Ona görə fikirləşdim ki, bu uşaqlara daha qəşəng olar. Ona görə onu Asuya toxuyacağam, çox güman ki. Xoşum gəlir toxumaqdan. Belə, yenə bu vlogda da toxumaq var. Burada şərf qoymuşam, çünki Mochi sağ olsun divanımızı bir təhər eləyib. Yəni, biz bu evdən yəqin ki, köçəndə divanı qoyub gedəcəyik. Bəs aşağı eləyim. Görürsünüz. Bir düz, bir tərs toxuyuram. İndi tərs toxuyuram. Əvvəl bir sapla eləmişdim. Çox nazik oldu. Heç nə oxşamadı. Getdim, əlavə yenə saplar aldım ki, 2 qat eləyim. Çünki belə qalınlığı daha yaxşı oldu. Yadıma düşmüşkən, Berlinə köçmək məsələmiz haqqında bilmirəm, danışmışam yoxsa yox. İzləyicilərdən biri yazmışdı ki, necə köçmüsünüz, mənə də maraqlıdır filan. Düzü mən ailə birləşməsi ilə gəlmişəm. Salih daha öncədən Berlində işləyirdi deyə. Evləndən sonra mən də ailə birləşməsi vizası ilə gəlmişəm, amma A1 sertifikatım var. Alman dilindən sertifikat tələb olunurdu. Düzü sonra dedilər ki, blok kartı olana ehtiyac yox idi, amma bizim səfirlikdə elə bir şey deməmişdilər. Proses biraz uzun idi. Məsələn, mən birinci təbii ki, sertifikat almalıydım, imtahan verib. Sertifikatımı iyunda aldım və iyulda, belə deyim, apply elədim, bütün sənədləri yığıb. Çünki sənədləri çox belə vaxt tələb olunurdu. Eləsə var idi ki, 2 həftəyə təsdiqlənirdi ədliyyədən filan. Nəsə, mənim yadımdadır, mən iyulun 26 sənədləri verdim və düz cavab oktyabrın neçəsi çıxdı? Bizim toy günü, oktyabrın 5-i. Oktyabrın 5-i cavab çıxdı ki, bəs vizanız təsdiqlənib. Amma vizanı mənə verdilər. Vizanın cavabıdır, ondan sonraki həftə biz sadəcə olaraq şəhər kənarına gedirdik, Şabrana. Yolda bizi zəng vurdular ki, viza hazırdır, gəlin götürün. Onda müəyyən vaxtı var viza aralığı. Biz də qayıdırdıq 3-cü gün deyəsən, ya da 4-cü gün və mənim bir dənə 5-ci gün vaxtım qalırdı onu götürməyə. Nəsə elə bir şey idi, yadımdadır. 5-ci gün götürməsəydim, səhvləmirəmsə 1-ci günə qalırdı, nəsə belə bir şey. Yəni, ucu-ucuna çatdırdıq o vizanı götürməyi. Çünki bazar günü artıq uçuşumuz var idi, oktyabrın 13-nə yadımdadır. Belə, əgər hər şey sənədlər qaydasındadırsa, yəni həqiqətən də real bir şeydirsə, təbii ki, digər tərəfdə, yəni ailə birləşməsindən gəlirsinizsə, yəni yoldaşınızın iş yerindən arayış, yaşadığı ev haqqında belə sənəd olmalıdır ki, həqiqətən də orada yaşayır. Maaşdan səhvləmirəmsə çıxarış falan var idi, yəni iki tərəfin qarşılaya bilərmi, nəsə belə bir şey səhv eləmirəmsə. Amma bütün sənədlər qaydasında olmalıdır təbii ki. Yoxsa belə düzəlir. Sadəcə proses biraz uzundur, çünki sənədləri Almaniyada belə deyim, sənədləri Bakıda təsdiqləmirlər, göndərirlər Almaniyaya. Almaniyada yəni yoxlayırlar, iş yerini filan hər şeyi təsdiqləyirlər. Ondan sonra Bakıya cavab göndərirlər və belə deyim də, onlar da sizə məlumat verir. Proses belə gedir. Belə, dedim sizə də məlumat verin bu barədə. Hər hansı suallarınız varsa rəydə bildirə bilərsiniz.
örtüyüm hazırdır. İndi gedim oturacağım. YouTube izləyəcəklər üzümü biraz metikublayacağım. Hələ tezdeyim. Tezən durmağım bu şey xoşuma gəlir ki, kursa gedənə qədər öz rituallarımı rahat-rahat eləyə bilirəm. Mochi, neymişsən Mochi? Hı? Dərsi geçsən. Mochi. Neydi o Mochi? Ne gördün? Hı? Kuşlarıydı Mochi. Kuşlar görmüştüm balam. Kaçtı gizlendi kuşlardan. Benim güzel oğlum. Benim yaraşıklı oğlum. Güzelliğine bakın bunun güzelliğine. Mochi. Güzel bakalım. Canım. Seni çok severim. Senin güzel olacağım. Sen benim bol bir aşkımsın. Güzel balımsın değil mi? Hı? Güzel olacağım. Çok severim. Canım. Bir şey yerim. Bir şey olsun keserim. Güzelliydi bile Mochi. Bu ne şekerliydi bile Mochi. Bu ne güzel ayaklardı bile. Bu ne güzel ayaklardı bile. Seni ayaklarına kuş keserim. Bu uşağı çok severim ben bu balamı. Ayaklarına bakın ne güzeldi. Doğuşan ayaklardı elə bir.